Allahümme salli ala Muhammedin ve ali Muhammed. Əziz, dəyərli müminlər, əziz müctehidimizin əzan məclisi münasibətilə başda İmam-ı Zaman ağamız olmaqla hər birinizə təsliyyət diləyirəm. Allah bizləri dünya və axirət vilayət yolundan ayrı salmasın inşallah. Amin. Bugün elə bir şəxsiyyətin məclisinə toplanmışıq ki, 87 illik ömrünün o zamandan ki həddi buluğa yetmişdi, təklifə yetmişdi, bütün ömrünü Allah yolunda xərcləmişdi. Ki, həqiqətən də elə belə ömrün ləyaqəti budur ki, sonda Allah yolunda da şəhid ola. Rəhbər-i Müəzzəmin həyatı haqqında nə qədər danışsın, bütün sahələri Əhl-i Beytün həyat tərzindən qırağa çıxmıyordü ki, dünyaya gələn zamandan bəri ki, bir mənəvi ailədə dünyaya gəlibdi, babası ruhani olubdu, böyük şəxsiyyətlərdən biri olubdu. İlk çağlarından bəri həmişə sadə həyat tərzinə alışırdılar. Bu insanlar dünyaya gələndən bəri həmişə sadə yaşayırdılar. Ta inqilaba qədər Rəhbər-i Müəzzəm müəyyən məktəbləri bitiribdi, istər Nəcəf Hovzası olsun, istər Qum Hovzası olsun və Məşəddə İslami elmlərə yiyələnibdi. Və bir müddətdən sonra babasının hastalığına görə məcbur qalır, təhsilini yarıda saxlayır, babasına görə dönür Məşəd şəhərinə. Ki, Rəhbər-i Müəzzəm özü qeyd eləyir, deyir, ömrümdə olan nə qədər bərəkətli anlar var idisə, mən həbsini babamın xidmətində durduğum o zamanlara borcluyam. Əziz rəhbərimiz 36 il İmam Xümeyni rəhmətullah əleyhdən sonra inqilabın ali rəhbəri olubdu. Vilayət yolunun yolçusu olubdu, öndəri olubdu. Biz rəhbərin həyatından, şəxsi həyatından daha çox onun bizə göstərdiyi yönlərə diqqət eləməliyik ki, bir insan necə ola bilir ki, gəlib bu həddə yetsin. Bizim üçün önəmli olan şəxsiyyətin əzəmətidir ki, bu şəxsiyyəti Rəhbər-i Müəzzəm necə əldə eləmişdir? Qur'an-ı Kərimdə bir ayə var, buyurur ki, فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللّٰهِ الَّذ۪ينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ. Allah-u Teala buyurur ki, Allah yolunda o kişiler savaşsınlar ki, dünya həyatını ahirete satıbdılar. Yani onların bütün hədəfləri ahirət olurdu. Rəhbərin çocuqluğundan şəhadət gününə qədər həyatın nə qədər mütaliə eləsiniz, bütün həyatının hər çağında görürsən ki, bu insan dünyasını ahirətə satan şəxsiyyətlərdəndir. Yəni, hər nə addım atıbsa, istəsəydi bütün dünyanı qazanardı, amma bunların həbsini boş verdi, ömrün İslam ümmətinə qurban verdi. Ömrün Allah yolunda qurban verdi. Əmir-əl-Müminin güzel bir kelamında buyurur ki, İnne ekremel mevtil qatlu vellezî nefsi biyedihi le'alfu darbatin bissayfi ehvenu aleyye min meyteti alel firaş. Əmir-əl-Müminin deyir ki, and olsun Allaha, o varlığa ki, mənim canım onun əlindədir, mənim üçün 1000 dəfə xəncərlə öldürülmək, yatağında bir dəfə öldürülməkdən şirindir. Daha şirindir. Bunların həyata baxışı belə olub, bunların dünyaya baxışı belə olub.
və bunların ardıcılları da bunlara uyğun olaraq öz seçimlərini seçməlidirlər. Bugün çox önəmli bir dönəmə yetişmişik. Elə bir dönəmə yetişmişik ki, haqq və batil cəbhəsi tüm gücün ortaya qoyuldu. Əgər bugün bir insanın bəsirəti açılmasa, heç bir zaman o bəsirət açılmayacaq. Tarixə baxdığımız zaman görürük ki, insanlar o zaman ki gözləri açılmalıydı, gözlərin açmadılar, haqq cəbhəsində yer tutmadılar, ondan sonraki peşmançılıqları heç bir fayda vermədi. Abdullah ibn Ömər bilirsiniz, ikinci xəlifənin oğlu, Əmir-əl-Mömininin xilafəti zamanında gəldilər, dedilər ki, sən vilayətin həqiqi yoluna beyət eləginəm. Dedi ki, yox, bu günləri müsəlmanlar bir-birinə qarışacaqlar. Onun üçün mən istəyirəm qıraqda durum bu yoldan. Əmir-əl-Möminin vilayətini qəbul eləmədi. Gəldi İmam Həsən əleyhissalamın dönəmi qəbul eləmədi. Gəldi İmam Hüseyn ağanın dönəmi qəbul eləmədi. Gəldi İmam Səccad əleyhissalamın dönəmi qəbul eləmədi. Bu vilayətin həqiqi yolun qəbul eləmədiyi üçün bir dönəm gəldi, getdi Həccac ibn Yusuf kimlərin ayağına. Gəldi elə şəxsiyyətlərin ayağına getdi ki, onların həyatı başdan ayağa məzlum şiənin qanı ilə örtülmüşdü. Gəldi Yezidə beyət elədi. Əliyə beyət eləməyən insanın aqibəti Yezidin beyətidir. Bundan başqa bir yolu yoxdur. Gəldilər, İmam Hüseyn ağada, Abdullah ibn Zübeyir də Məkkədə idi, gördülər bunu, dedilər ki, Muaviyə cəhənnəmə vasil olub, artıq Yezidə beyət istəyirlər. Sən gəlicinə bir yol seçməlisən artıq. Dedi ki, yox, müsəlmanlar bir-birinə dəyəcəklər, müsəlmanları ayıracaq işlər görməyin, hepiniz kənarda durun, bir iş görməyin. Qısa zamandan sonra getdi Yezidə beyət elədi. Elə ki, duydu Əbdülməlik ibn Mərvan Məkkədə xilafətə çatıb, gecə ilə durdu, gəldi Həccac ibn Yusufun qapısına. Həmin o şəxsi ki, Əhl-i Beytün vilayətini qəbul eləməmişdi. Gecə ilə durdu, gəldi Həccac ibn Yusufun qapısını döydü. Gecə ilə dedilər, Allah kimdir bu vaxtı gəlib? Gəldilər, qapını açdılar, gördülər ki, Abdullah ibn Ömərdir. Dedilər, Abdullah, nə olub gecənin yarısı gəlmişsən? Bu qapıda sənin nə işin var bu vaxtı? Dedi, gəlmişəm ki, çox zəruri bir işim var Həccac ibn Yusuflə. Həccac ibn Yusufun zülümləri haqqında danışsaq, bir ay oturub danışa bilərik. Şiələrin qanı ilə qidalanırdı, seyyidlərin qanı ilə qidalanırdı bu şəxs. Dedi, gəlmişəm Həccacla çox önəmli bir işim var. Gəldilər, xəbər verdilər Həccaca, dedilər bir Abdullah ibn Ömər gəlib. Abdullah ibn Ömər də zəmanəsində tanınan şəxslərdən idi. Çünki xəlifənin zahirən oğluydu. Ona çox hörmət bəsləyirdilər. Dedi, gətir, yatmışdı Həccac ibn Yusuf, amma dedi, yox, gəlsin görək hələ nə deyir. Həccac ibn Yusufun gəldi otağına, odasına, dedi ki, gəlmişəm sənə bu zamanda beyət edeyim. Dedi, Allah səni saxlasın, bu gecənin yarısı nə olmuşdu? Gündüz gələrdin də. Dedi, yox, Peyğəmbərdən duymuşam. Hər kim imamı olmadan dünyadan keçsə, imamına cahil olaraq dünyadan keçsə, cəhalət dövründə ölmüş kimi dünyadan keçər. Ona görə gəlmişəm ki, imamıma beyət edeyim ki, cəhənnəmə getməyim. Birdən gecə ölərəm, sabaha çıxmaram, cəhənnəmə gedərəm. Gəlmişəm sənə beyət edeyim, cənnətə gedim. Baxın, Əli əleyhissalamın vilayətinin yolundan uzaq düşənlərin cəzası budur ki, əlləri müsəlmanların qanında batacaq. İlk müsəlmanla müsəlmanı nerede qırdırdılar, savaşa saldılar?
Cəməldə. Getdilər Peyğəmbərin xanımın bir fitnə ilə başını aldatdılar, gətirdilər Cəməl savaşına. Müsəlmanı müsəlmanla üz-üzə qoydular. Hansı müsəlmanı? O müsəlmanı ki, bəsirəti yox idi. O müsəlmanı ki, Peyğəmbərin dinini anlamamışdı. Özlərinə peşkəş çəkdilər bunları. İstədikləri kimi yürütdülər və sonda məğlub olub cəhənnəmə vasıl oldular. Əmir el-Müminin dedi ki, bu Peyğəmbərin xanımıdır. Bunu göndərin evinə getsin. 40 dənə kişi ilə mindirdi dəvələrə, göndərdi Ayşə xanımı evinə. Gəldilər, sonra dedilər ki, baxın Əli görün necə bir şəxsiyyətdir. 40 dənə erkəklə Peyğəmbərin xanımını göndərib. Əgər bu doğru şəxsiyyət olsaydı bunu eləməzdi. Sonra niqablarını açdılar, gördülər ki, bunların 40 da qadındır. Əgər bir insan zamanında haqqı tanımasa, dini dəyərlər onun üçün hər şeydən önə keçməsə, onu gətirib Əmir el-Müminin vilayəti ilə üz-üzə qoyarlar. Əmir el-Müminin vilayətin dünyaya elə tanıtdırmışdılar ki, Həzrəti Əli ki, Peyğəmbər deyirdi ki, o haqdan heç bir zaman ayrı düşməz. Dedilər, xəbər yayıldı ki, Əli səcdədə şəhadətə yetib, dedilər, Əli namaz qılırdı bəyəm. Bu günləri Əlinin vilayətinin ardıcılı olan, o cümlədən də mərhum əziz seyyidimiz, şəhidimiz olmaqla dünyaya öz mənfur niyyətləri ilə bunları elə çatdırmaq istəyirlər ki, sanki harda müsəlman qanı tökülüb bunlar eləyirlər. Və buna aldananlar Siffeyində cəhənnəmə vasıl olanlar kimi cəhənnəmə vasıl olacaqlar. Cəməldə cəhənnəmə vasıl olanlar kimi cəhənnəmə vasıl olacaqlar. Bugün insan utanır desin ilahi, müsəlmanları qalib elə. Çünki bəzi münafiqlər giriblər müsəlman cildinə, Yəhudinin silahı olublar, bütpərəstin silahı olublar. Bugün mümin ayılmasa, illərlə oxuduğu fərəz duaları heç bir dərdinə dəyməz. İllərlə İmam Hüseyin üçün sinəsinə vurduğu əlləri yarın qəbr evində başına vuracaq. Bu günləri artıq seçim günüdür. Bu günləri artıq möhürlə seçilmək günü deyil. Bugün saqqalla seçilmək günü deyil. Bugün artıq vilayətlə seçim günüdür. Bugün artıq bilinməlidir hansı şəxsiyyətlər hansı yoldadılar. Bugün artıq bəhanə günü deyil. Bugün artıq atam belə dedi, babam belə dedi, mənim millətim belədir, mənim toprağım belədir günü deyil. Bugün bir hədəf var, İmam Zamanın hədəfidir. Əgər bir şəxs bunu anlamasa, kör olaraq öləcək, kör olaraq da cəhənnəmə vasıl olacaq. Bugün zarafat deyil, bir insan bir ömrün vilayətin yolunda xərclədi. Necə ki, Əli əleyhissalamın haqqında dedilər, o namaz qılırdı. Bu günləri bəziləri dedilər filan yerə qaçıb, bəziləri dedilər 100 metrələrlə yerin altında nə bilim nələr düzəldib ölməsin, bəziləri dedilər milyarları götürüb qaçıb, hamısının iç üzü açıldı. Hər kəs öz təbəqəsinə görə yarınki gündə iç üzü açılacaq. Yarın bilinəcək kim vilayətçidir, kim həqiqi Hüseyinçidir, kim İmam Zamanın aşiqidir. Bugün seçim günüdür, bugün artıq bilmək günüdür, bugün bəsirət günüdür, bugün hər şeyi qoyub qırağa din üçün düşünmək günüdür. Bugün şiəçiliyin təəssüb günüdür. Bugün İmam Zamanı tanımaq günüdür. Bugün bundan seçilmək günüdür. Necə ki döyüşlərdə Əmir el-Müminin deyir, bəzi insanları cihada ataranda bəzən deyirdilər, ağa can çox soyuqdur, o havalar qızsın gedərik. Bəzən də deyirdilər, ağa bugün çox sıcaqdır hava, biraz soyusun gedərik savaşa. Bugün Allaha çox şükür artıq bu maskaların açılan günləridir. İllərlə sinə-sinə döyüb mən şiəyəm deyənlərin həqiqi simalarının ortaya çıxdığı gündür.
Necə ki Kərbəlada 18.000 məktubu yazanların simaları çıxdı ortaya. Bugün İmam Zamanı çağıranların simalarının açılacağı gündür. Çünki bizim məktəbimiz bugün təkdir. Bugün baxın dünyaya, bütün fitnəkarlar, bütün zalimler, bütün əlləri uşaq çocuk qanlarına batanlar, bütün əxlaqsızlıq yuvalarının sahibləri, bütün zalimler güclərin bir dənə hərəmə diriyiblər. Bir dənə hərəmə doğru savaşırlar. Bugün bilmək istəyirsən, haqq kimdə ora baxmalısan. Bugün mənim milli dəyərlərim haraya baxır, o günü deyil. Bugün bir gündür ki, baxacaqsan, Əlinin vilayətinə kimin silahları tuşlanıb. Bugün o günüdür. İndiyə qədər gizlədirdilər. İndiyə qədər hər kəs mühürlə şiə kimi tanınırdı. Hər kəs saqqalı ilə şiə kimi tanınırdı. Hər kəs həccə getməyi ilə şiə kimi tanınırdı. Amma bugün mənim illərlə hansı qibləyə namaz qılmağımın ortaya çıxan günüdür. Bugün bilinəcək. Bugün o gündür ki, illərlə İmam Zamanı çağırırdıq. Ağa bizdən heç nə istəməyəndə, ağa canım sənə qurban, bi əbi əntə və ummi, atam anam sənə qurban olsun, ailəm sənə qurban olsun. Bunu çox rahat deyirdik. Niyə? Çünki İmam Zamanı bizdən bir şey istəmirdi. Biz onu deməklə şərəf qazanırdıq. Amma bugün meydan günüdür. Bugün şəxsiyyətlərin həqiqi mənada ortaya çıxan günüdür. Ki Allah 11 dənə bizə işıq vermişdi. Onu sındırdılar. Birini çəkdi, qoydu qıraqda qeybdə. Dedi, qiymətin bilərsiz göndərərəm. Bugün o gündür ki, hələ biz tanıtdıraq görək biz İmam Zamanı tanıyırdıq. Yoxsa elə aş sofralarına aşıq olmuşduq. Bugün həqiqətlərin ortaya çıxan günüdür. Qədirxunda bir ayə nazil oldu. Nə dedi? Dedi ki, Allah-u Teala buyurdu ki, bu günləri kafirlər, müşriklər sənin dinindən məyus oldular ya Resulallah. İnsanlara deyir ki, onlardan qorxmasınlar. Bugün artıq məndən qorxsunlar. Yəni nə? Artıq öz içimizdəki seçim günüdür bugün. Qeybət dönəmi biz oxuyurduq. Çox deyirdilər fitnələr zamanı olar. Çox deyirdilər elə fitnələr gələcək, aləm deyəcək bir-birinə, haqla batil bir-birinə qarışacaq. Hünər istəyir bugün özünü çıxardasan ortaya. O getdiyin Kərbəlanı bugün göstərməlisən. O getdiyin haccı bugün göstərməlisən. Ki, mən hansı hacca getmişdim, mən hansı Kəbəyə namaz qılırdım. Bugün müctehid günüdür. Vilayətin əmanəti günüdür bugün. Bizim müctehiddən başqa yolumuz yoxdur bugün. İmam Zaman gələnə qədər müctehid öl desə öləcəksən, qal desə qalacaqsan. İllərlə bütün fitneleri salmıştılar ortada. Her şeyin beraberinde getirip müçtehidin yanına bir tane fitne salırdılar. Bizi müçtehid yolundan ayrı salırdılar. Bugünün hazırlığıydı olar. Ki bugün sen müçtehid eşitmeyesen. Bugün ben müçtehidi duymayam. Görürsünüz? İllərlə bize milli değerlerimizi bugün için aşılayırdılar. Ki bizim için özümüzden İmam Zaman düzeltsinler. Desinler ki sizin İmam Zamanınız budur. Bugün qəflətdən ayrılmaq günüdür. Bugün haqla batilin görünəcəyi gündür. Çünkü dünya buna bu günləri şahiddir. Elə insanlar düşürlər ortaya ki, bunlar dünyanın ən əxlaqsız cinayətlərdə bunların əlləri var. Elə cinayətlərdə bunlar şərikdilər ki, insan bəzən ağzına gətirməyə utanır. Xəcalət çəkir. Bugün gedib onlarla beyət eləyənlər Abdullah ibn Ömər kimi gedib gecə ilə Həccac ibn Yusuf'un qapısında beyət eləyənlərdir. Bunları elə belə qəbul eləmirlər. Bilirsiniz Həccac
Abdullah ibn Ömərin beyətini necə qəbul elədi evində gecə ilə? O ki, dünyada deyirdilər bunun dəyərli məqamı var. Həccac ona dedi ki, gecə ilə, dedi sən ki, gəlmişsən beyət eləməyə, mən yuxuluyam, əllərim məşğuldur, mənim ayağımla beyət eləginəm, ayağımla beyət elə, yarın danışarıq. And olsun Allahın izzətinə, bugün bunların beyətinə gedənləri də belə sındırırlar. And olsun Allahın izzətinə. Bunlar istəmirlər özlərini rüsva eləsinlər, amma Allah bunları rüsva eləyəcəklər. Allah bunları rüsva eləyəcək inşallah. Çünki bunlar gözləmirdilər belə bir şey çıxacaq ortaya. Və o rüsvayçılıqları ortaya çıxmasın deyə məcburdular yollarını davam eləyəcəklər. Amma sən hansı yolu davam eləyirsən, bunu bilməlisən bugün. Bunu ayırt eləməlisən. Övladıva yöntem verməyin zamanıdır bugün. Özüvə yöntem verməyin zamanıdır bugün. Bizim bir rəhbərimiz var, o da müstəhiddir. Başqa yol tanımıram. Yoxdur başqa bir yol. Başqa hansı yola getsiniz, cəhənnəmə doğru gedirsiniz. Hansı yola doğru getsəm, cəhənnəmə doğru gedirəm. Çünki İmam Zaman bizi vilayətə tapşırıb, mərcəiyyətə tapşırıb. İllərlə dökülən planlar bugün üçündür. Proqramlar bugün üçündür ki, bizi bu xəttdən ayırsınlar. Necə ki, tarixdə bu xəttdən ayrılanlara tarix boyu lanət oxuyurlar, bundan sonra da belə olacaq. Allah bizi bu dönəmin sınavlarında müdüriyənlərdən qərar verməsin. Çox önəmli bir zamandır, çox düşünülməli bir zamandır ki, əgər düşünə bilməsin, bu yolu görə bilməzsən, bu yolu zahiri gözlə dərk edə bilməzsən. Bu yol üçün düşünmək lazımdır, bu yolu dərk eləmək lazımdır ki, vilayət yolu əgər desə canından keçməlisən bu günləri. Şiəliyin ispat olduğu gündür bu gün. Sən ispat eləməlisən hangi yolsuzsan bu günləri. Allah bizləri bu yolda büdriyənlərdən qərar verməsin inşallah. Allah əziz rəhbərimizin ruhunu şad eləsin. Allah günahlarımızdan qələmi əfv çəksin. Allaha and verirəm İmam Zaman ağanın ehtiramına xatir. İmam Zaman ağamızın zuhurun təcil qərar versin. Bizləri İmam Zamana layiqli nökərlərdən qərar versin. Allah bizləri bəsirətli müminlərdən qərar versin inşallah. Allah bizləri həqiqi şiyələrdən qərar versin inşallah. Muhammed ali Muhammedə el-Fatihatu ma'as-salavat. Allahümme